Bugün Ağdama növbəti 50 ailə köçürülüb, 207 nəfərdən ibarətdir bu 50 ailə. Bu sevincin həddi hüdudu yoxdur. Baxın, ən çox da ora gənc nəsil gedəndə adamın gözləri, ürəyi, qəlbi sevinir. Onlar orada məktəbə gedəcəklər, orada böyüyəcəklər, artıq doğma torpaqda olacaqlar. Yeni nəsil Qarabağımızda böyüyəcək. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə işləyənlər də var təbii ki. Müxtəlif layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox bizim vətəndaşımız yaşayır. Həmişə ağladım ki, mən orada ölü qalmaq. O şəhidlərdən oğlum yoxdur. Bir oğul payım vurdum ki, mənə bir qarış torpaq alsınlar. Mən Kəngəriyə qayıdım, orada ölüm. İndi bundan sevməli hava ola bilər ki, şükür Allaha olsun ki, bugün vətənimə, Kəngəriyə, Pirəsənin Kəngərisinə, Ağdama, Qarabağa qayıdıram. 32 ildir çıxmışıq, indi də qayıdırıq vətənimizə, Allah heç kəsi vətənsiz eləməsin. Doğma torpağımıza qayıdırıq. Bilirsən, mənim üçün har olur olsun, öz vətənimdən yoxdur heç yerdə. İndi də Allah prezidentimizə dəyməsin, can sağlığı versin, Allah həmişə onu var eləsin. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Çox acınacaqlı vəziyyətdə çıxmışdıq. Çox, nə bilim, keçilməz yollarla, piyada, maşınları dağla, daşla sürə-sürə elə çıxmışıq. Yenə də min şükürlər olsun bu günümüzə. Çox sevinirik. Möhtərəm prezidentimizə təşəkkür edirik. Bizi yerimizə, yurdumuza qaytardığı üçün. Çox təşəkkür edirik hamıya ki, indi yerif vətənimizi, torpağımızı, ən əsasda kəndimizdə məskunlaşacağıq. Kəngəri kəndindən çıxanda mənim 11 yaşım vardı, indi 42 yaşım var. Yaddaşınızda necə qaldı? Ailə üzvlərimlə, övladlarımla, yoldaşımla gedirəm. Yaddaşımda belə qalıb ki, o vaxt yaxşı yaşayırdıq. Yəqin ki, bugündən də belə gedəndə həmən vəziyyətdə yaşayarıq, daha doğrusu ondan da yaxşı yaşayarıq.